Verilmiş reaksiyalardan hansında oksidləşdiricinin 20% reduksiya olunub deyir. Biz burada reaksiyaları yazmalıyıq, əmsallaşdırıb oksidləşdiricinin neçə faizinin reduksiya olunduğunu tapmalıyıq. Reaksiyaları qeyd eləyək, əmsallaşdıraq. Deməli, bu reaksiyaları yazdıq və əmsallaşdırdıq. Əmsalları qeyd elədik elektron balans üsulu ilə. Burada oksidləşdirici nitrat turşusudur. 10 dənə azotumuz var. 10 dənə azotumuz 100%'dir. Burada reduksiya olunan ikisidir. Çünki müsbət 5-dən müsbət 1-ə gələn 2 azotumuz var. İkisi X-dir, bu da elə 20%. Bəli, bizdən də onu soruşur. 1-də olacaq. 2-də 5 dənə kükürdün. 5 kükürdün. Biri reduksiya olunub, mənfi 2-yə gəlib. Müsbət 6-dan mənfi 2-yə. Çünki 4 ədədi müsbət 6 olaraq qalıb. Deməli 5-dən 1-i, yenə 5-də 1 vur 100, 20% olacaq. Bu da olacaq cavablarda. İkinci də yenə 10 dənə nitrat turşusunun, 10 mol nitrat turşusunda 10 mol azotun N2, yəni müsbət 1-ə 2 ədədi reduksiya olunub. Bu da 20% olacaq. Bu da olacaq cavablarda. Burada 2 dənə kükürdün. Müsbət 6-dan müsbət 4-də 1-i gəlib. Yəni 2-də 1 vurulsun 100. Bu da 50%. Bizdə 20% olan 1, 2, 3 B variantı. İkinci sualımızda müəyyən miqdar götürülmüş hidrogen və xlor qazları arasında baş verən reaksiyada hidrogenin 20%, xlorun isə 50% reaksiya daxil olduqda tarazlıq yaranırdı. Reaksiyanın tarazı sabitinin qiymətini tapın deyir. Reaksiyaya yazaq. Hidrogen üstəgəl xlor 2H xlor və başlanğıc sərf tarazlıq. Başlanğıc sərf olunan və tarazlıq qatlıqları. Bizə deyir ki, hidrogenin 20%, xlorun 50%. Sərf olunanı yazanda burada X bundan sərf olunacaq. X bundan, 2X da bundan. Yəni bu bilinən bir şeydir də. Yəni X mol hidrogen sərf olunacaq. X mol xlor, 2X da hidrogen xlorid alınacaq. Və bizə deyir ki, reaksiyada hidrogenin 20%. Yəni bu reaksiyaya daxil olan X-ımız 20%'dir hidrogen üçün. Özü 100%'i nə qədər olacaq? Yəni 100%'i nə qədər olacaq? Bir A deyək. Buradan A nəyə bərabərdir? 5X-ə. Deməli, başlanğıcı hidrogenin 5X-iymiş. Gəldik xlora. Xlorda yenə 50%. Yəni 50%'i 2X-iymiş başlanğıcı. Yarısı sərf olunub. Deməli, tarazlığa qalan 5X-dan X çıxacam. 4X, buradan da X qalacaq. Bu da nə qədər alınıb oyundan tarazlıqdadır. KT də bərabərdir. H xlorun tarazlıq qatının kvadratını hidrogenlə xlorun tarazlıq qatlıqlarına bölürük. Burada da bu 2X-dir. 2X kvadratı bölünsün. 4X vurulsun X. Bu da 4X kvadrat. Bu da cavab eləyəcək 1. Cavabımız A variantı. Alüminium və oksigen arasında baş verən reaksiyada maddələrin kütləsinin zamandan asılıq qrafiki verilmişdir. A plus B'nin qiymətini tapın. Yəni A ilə B'nin cəmini soruşur bizdən. A və B reaksiyaya girən alüminium və oksigenin kütlələrdir. Onlardan cəmini soruşur. Başlanğıcda götürülmüş. Deməli, reaksiyanın tənliyini yazaq. Alüminium üstəgəl O2, alüminium 2, O3. Əmsallaşdıraq. 2 bura, 3 bura, 4 də bura. Deməli, bizdə alınan alüminium oksid 51 qramdır. Reaksiyaya girən. Mən burada aşağıda artıq qalanları yazacağım. Normalda reaksiyamızda alüminium 2 oksid MR 102'dir. Vur 2, 220, 4 qramdır da. 204 qram olub 51 qram. Və ya oksigenə baxsa 204'ə 3 vur 32, yəni 96 qram oksigen reaksiya girsə 51'ə X-dir. X də buradan eləyir 24 qram. Deməli 51 qrama 24 qram oksigen reaksiyaya girib. Sonra 204 qrama
4 vurulsun 27 qram alüminium reaksiyaya girirsə 51'ə x-dir. X da burada 27. Burada yazdım 27 qram reaksiyaya girir alüminium. Baxın, hər ikisi gəlib 3-də dayanıb. Hər ikisinə 3 qram artıq qalıb. Deməli, bunun başlanğıcı 24 ilə 3-ün cəmi 27 olacaq. 27 ilə 3-ün cəmi 30 olacaq başlanğıcı. Deməli, A-mız çox sərf olan alüminium 30-dur. B-miz də 27-dir. Bunların da cəmi eləcə 57. Cavab A variantı. Üçüncü dövr elementləri X, Y normal halda yarımçəvrədən elektronların sayı S-də A, A-dır hər ikisində. P, A üstə gəl 2. Deməli, buradan baxsaq, X-in elektron 3-cü dövr 3S2 ola bilər. Sonra gəlir 3P. S-də normal halda yarımçəvrədə olan elektronların sayı S-də A-dır. S-dən 2 dənə var. A var. 3S2 olacaq. Bunun 3P 0 düşür. Çünki bunun əvvəlində S'imiz 1S2, 2S2, bir də 3S2, 6 ədəd var. Başdan yazsaq, məsələn deyim, 1S2, 2S2, 2P6, 3S2, 3P'yə 0 qalır. Çünki 2, 2, bu da ki 6 dənə S'imiz var, 6 dənə də P'miz var. 6, 2P6, 3P'yə heç nə qalmır, 0'dır. Y-in elektron formulu P2 vahid az olanda olacaq 3S2, 3P2. Və burada da başdan yazsa 3S2, 1S2, 2S2, 2P6, 3S2. Gəlin indi baxaq, burada 6 dənə S'imiz var, 8P olmalıdır, 2P6, 3P2. Deməli, X-in elektron formulu 3S2, Y-in elektronu 3S2, 3P2. Bunların da formuluna baxanda X, Y, bu 2A'dır, müsbət 2'dir birləşmələrdə. Bu maksimumdur, bu da minimum olacaq, mənfi 4 olacaq, o da olacaq X, 2Y. Yəni cavabımız A variantı. Tarazlıqda olan X2 üstəgəl 3Y2, Y3 plus Q reaksiyasında temperatur artırılarsa, yəni burada temperatur artırılanda eksotermik reaksiya olduğuna görə tarazlıq gedir hara? Sola. Sola gedəndə təzyiq dəyişməz səhvdir. Çünki baxın, sağda 2 həcm var, solda 1, 3, 4 həcm var. Deməli, təzyiq dəyişəcək, hətta təzyiq artacaq çünki həcm artır. İmumol sayı artar, bəli. Çünki 2 mol parçalanıb 4 mol əmələ gəlir. Mol sayı artacaq. Tarazlı sabitin qiyməti azalar. Çünki KT burada nəyə bərabərdir? Sola gedəndə X, Y3-ün kvadratı, X2-nin, burada da Y2 kubu. Avtomatik sola gedəndə soldakı maddələrin miqdarı artdığına görə burada məxrəc artır, KT azalacaq. X, Y-in miqdarı artar, X, Y3 yəqin ki, miqdarı artar, səhvdir. Çünki azalar. Sola gedəndə sağdakılar sərf olunur. Cavabımız 2 ilə 3 C variantı. Bizə maddələr verib. Kalsiyum ortofosfat, bir də kalsiyum sulfid verib. İyon rabitə 30, polyar 30. Gəlin baxaq. Birinci yazaq kalsiyum ortofosfat. Kalsiyum 3, PO4, 2. Bir də kalium sulfid. Kalium 2, S verib bizə. Deməli, burada biz bunu X mol götürsək, çünki bilmirik. Bunu Y mol götürək. Gəlin baxaq. Kalsiyum ortofosfatda neçə mol iyon rabitə var? Kalsiyum 2 valentlidir. 6 mol X. Deməli, buradan X-indən çıxarsaq, 6X üstə gəl. Bunu da Y mol götürsəm, burada 1 valentlidir. 2'yə vuranda 2Y bərabərdir 30'a. 30 iyonumuz var. Polyar da 30'dur. Bu maddədə polyar kovalent yoxdur. Yuxarıda var. Fosfor burada 5 valentlidir. 5'i vurdum 2'yə 10. X mol 10X də bərabərdir 30. Buradan X bərabərdir 3. Gətirib yuxarıda yerinə qoysaq, bu tənlikdə. Deməli, 6 vur 3, 10, 8 üstə gəl 2Y bərabərdir 30'a. 2Y bərabərdir 12, Y də bərabərdir
Bir dəqiqə buradan 12 y bərabərdir 6. Deməli kalium sulfat bizdə 6 mol götürülür. X, Y və Z neytral atomlar verib qısa elektron formulları. Biz bura qədər bilirik ki, bunun 1s2, 2s2, 2p6, 3s2, 3p6. Burada baxaq, S-də 1. Deməli, P-də var 3 orbitalda elektron var, S-də 2. Yəni 1s2-də bu 1'dir, bu da 3'dür. 5 elədi, burada 6'dır. Bu P-də yenə 3'dür, 9. 5 dənə burada var, 3D, 4s1. Bir dənə də burada, bu da eləyəcək 15 dənə. Yəni siz bir də baxın, 1s1-də var. Sonra 1s2-də daha doğrusu 2s2-də var. Sonra burada 2p6'da var. Sonra 3s2'də var idi. Sonra 3p6'da var. 1, 2, 3, 4, 5, 6. Sonra eyni ilə davam gedir. Burada D'mizdə 5 dənə xana var. Hərəsində bir dənə elektron tək-tək. 4s'də də bir ədəd var. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15 dənə. Yəni bir də 15'dir. Y-ı yazaq. Deməli Y-ın neçə olacaq? 1s2. 2 dənə burada var. 2s2. Bir dənə orbitalımız burada getdi. 2p6. 3 dənə orbital da burada var. 6 elektron. Sonra 3s2 burada var 2 dənə elektron. Sonra 3p6 3 dənə burada orbital var 6 elektronu var. Sonra gəlir 3d5 5 xanadır tək-təkdir. Hərəsində bir dənə orbitalımız var. Bir dənə 4s1-də var. Deməli 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. Üzr istəyirəm. Burada bu X idi bu. Gəlin Y-ı yazaq. Y-ı yazanda yenə 1s2. Sonra 2s2. Sonra 2p6. 1, 2, 3, 4, 5, 6. Sonra 3s2. Sonra 3p6. 1, 2, 3, 4, 5, 6. Sonra 3d2 verib. D'də bilirik ki 5 dənə xana var. 2 dənəsində elektron var. Bir də 4s2 verib. Burada da 2 elektron. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 dənə elektronumuz var Y-da. Deməli X-da 15 dənə orbitalında elektron var. Y-da 12 orbitalında elektron var. Z-ə baxaq. Z-ə baxaq. Z-imizdə bu formaya qədər yazaq. 1s2 bir dənə xana. 2s2 bir dənə orbitalımız elektron var. 2p6 3 dənə var burada. 6, 1, 2, 3, 4, 5, 6. 3s2 və 3p3. 3 dənə burada var. Deməli baxaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 dənə burada var. Z-də də 9. Cavabımız C variantı. Bizə verilən sxemdə metan, su və amoniak var. Bunlar haqqında ümumi olan müəyyən suallar soruşur. Adi şəraitdə qaz halındadır. Təbii ki, burada metanla amoniak qazdır. Çünki su mayedir. A aiddir 1-ə.
Mərkəzi atom sp3 hibrid vəziyyətindədir. Bunlarda hər üçü sp3 bilirik. Burada mərkəzi atom sp3'dür. Burada da azot sp3'dür. Bu B aiddir 2'yə. Polyar kovalent rabitəli birləşmədir. Bəli, qeyri-metal atomlarında polyar kovalentdir. Metanda karbon hidrogen arasında, oksigen hidrogen arasında, azot hidrogen arasında molekular hidrogen rabitəsi əmələ gətirir. Su ilə amonyak. Bunların da ortaq bir məsələsi yoxdur burada. Ona görə də bu da burada ya 1 ya 2 aid deyil. Cavabımız A variantı. 16 qram misin oksigen mühitində közərdilməsindən 16 qram mis 2 oksid alınmışdır. Reaksiyanın çıxımını faizlə tapın. Misin oksigen mühitində közərdilməsindən alınır mis 2 oksid. Əmsallaşdırırıq. İndi bizdə 16 qram mis 2 oksid alınıb deyir. Gəlin baxaq görək 16 qrama nə qədər mis 2 oksid alınca x. Mis 64'dür. 2 vur 64 eləyəcək. 128. Burada 64 ilə 16 80 bu deyəcək 160. Deməli 16'ya x-dır 128'ə 160. Buradan x-i tapmaq lazımdır. X bərabərdir 128 16 vurulsun 160. Bu hesablamadan x-imiz eləcək 20. Yəni bizdə amma 16 alınıb deyir. Deməli biz bir 20 itkisiz 100%'dir. 16 x faizdir. X da burada eləcək 80% çıxım. Və yaxud da praktiki çıxım bərabərdir. Praktiki qiymət bölünsün nəzəri qiymət vur 100. Burada praktiki qiymət 16'dır. Nəzəri tapdığımız 20'dir. Vurulsun 100, 80. Belə də tapa bilərsiniz. Cavabımız A variantı. Tarazlıqda olan metanın parçalanma reaksiyası üçün tarazı sabitin qiymətini tapın. Biz tarazı sabitin qiyməti KT bərabərdir. Biz burada necə hesablayırıq? S2H2 vurulsun H2'nin kubu bölünsün CH4'ün kvadratı. Yəni tarazlıq qatlıqları. Bu da bərabərdir. Deməli bizə nə verib? Burada hidrogeni verib 3. 3'ün kubu. C2H2'nin qrafikdə verməyib, amma bu alınan maddələr olduğuna görə burada hidrogenin qatılığı 3'dürsə, avtomatik bu əmsal bir vahid azdır. C2H2'nin də qatılığı 1 olacaq. 1. Aşağıda metanı da bizə 2 verib. 2. Burada da kvadrat. O da bərabər 3'ün kubu eləyəcək 27 böl 4. Bu da bölən deyil. 6,75. Cavabımız D variantı. 11. sual. Yanma istiliyi 601 kilojoule bölünsün mol olan 2 valentli X metalının yanma reaksiyası istilik effektini müəyyən eləyin deyir. Biz 2 valentli metalın yanma reaksiyasının tənliyini yazaq. X o an əmsallaşdıraq. Bura 2 yazırıq. Bura 2 yazırıq. Üstə gəl. Bir Q yazacağım. Və deyir ki 601 yanma istilik effektini tapın. Yanma istiliyi 601'dir. Burada məsələn Q yanma bərabərdir. İstilik effekti Q. Bunun əmsalı 2'dir. 2'ye bölür. Bu da 601 eləyir. Buradan Q da bərabərdir. 601 vuracağım 2'ye. O zaman 1202 kilojoule. Cavabımız A variantı. Dövr sistemində kiçik dövrlərdən bir hissə verilmişdir. X və Z elementlərinin sıra nömrələrinin cəmi 28'dir. Z elementinin minimum və maksimum oksitləşmə dərəcələrinin cəmini tapın deyir. Biz bilirik ki, dövr sistemi cədvəlində bu A-dırsa, yan-yana bir-bir fərq edir kiçik dövrlər. A üstə gəl 1, A üstə gəl 2, bu olacaq A üstə gəl 3. Aşağıya 8 fərq eləyir. Məsələn, bu A üstə gəl 3, bura A üstə gəl 2 isə Z-imiz olacaq A üstə gəl 10. Deməli, A üstə gəl 3 və A üstə gəl 10. A üstə gəl 3, üstə gəl A üstə gəl 10. Bərabərdir 28. Buradan toplayanda 3A bərabərdir 28, 15. A bərabərdir 5.
Z'in minimum və maksimum. Z'imiz A üstə gəl 10'dur. A'mız 5'dirsə bu olacaq 15. 15 isə 3S2 3P 3'dür. Yəni 5A'dır. Minimumu 5A'larda mənfi 3 bilirik. Maksimum müsbət 5 bilirik. Bunların da cəmi 2 olacaq. Cavabımız A variantı. Maddələr karbon və maqnezium kütlələri eynidir. Tam yanmasından alınan oksidin kütləsi qramla verib və M-i tap deyir burada. Deməli, karbonun oksigəndə yanmasından alınır karbon qazı. Maqnezium oksigəndə yanmasından alınır maqnezium oksid. Əmsal 2 və 2. İndi burada bir məsələ nədir? Bunların kütlələri eynidir deyir. Məsələn, burada maqnezium emeri 24'dür, bu 12'dir. 24 48'dir. Məsələn, bunu 4 mol götürsəm, bu 4, bu da 4 olsa və yaxud da biz bunu 2-2 götürək. Yəni 2-2 götürsək, bunu əmsallaşdıranda oksigenin əmsalına biz maqneziumun 2'də 1 yazaq. Belə daha rahat olar. Maqnezium 2, 2. Bura 2 yazaq. Bura 2 yazaq. Burada 2 yazaq. Və görünür ki 2 vur 12, 24, 24. Hərəsindən 24 qram götürüləndə buradan alınır. Karbon qazının emeri 44'dür. Qarşıda 2 var. 88 budur. 24'dan 16, 40 da budur. Fərqimiz nə qədər eləyəcək? 48. Yəni 24 qram hərəsindən götürəndə 48 qram fərqimiz var. Bizdə burada 24 qram verib və bunu M verib. Yəni biz də burada M-i tapmaq üçün bu tənasübdəki qiymət olacaq cavabımız. M də bərabərdir. Neçə olacaq buradan? 24 vur 24 böl 48. Bu 2 bərabərdir 12. Hərəsindən 12 qram götürülür. Deməli, burada 2 dənə ion verib. XO4 2 mənfi, X2O7 2 mənfi. X atomunda normal halda cütləşməmiş elektronların sayı ümumi elektronların neçə faizini təşkil eləyirdi? Gəlin baxaq birinci. A nə qədərdir? A-mıza baxaq. X-i bilmirik. X-dır. X-i bilmirik. X-imiz var burada. Üstə gəl. Oksigen 8'dir. Vurdum 4'ə 32. Üstə gəl 2. Bərabərdir A-ya. Və yaxud da X üstə gəl 34 bərabərdir A. Bunu buradan yazdım. Gəldim ikinciyə. Hansına? X2O7 2 mənfi ionuna. Deməli, burada necədir vəziyyət? 2x üstə gəl 7 vurulsun 8. 56 üstə gəl 2. O da bərabərdir 2x üstə gəl 58. O da bərabər A üstə gəl 48. Burada A-nı gətirib burada yerinə qoysaq. Bu tənlikdə A-nı yerinə qoysam. Deməli, 2x üstə gəl 8 bərabərdir. X üstə gəl 34 üstə gəl 48. Buradan da x bu tərəfə keçdi. X bərabərdir 24 eləyəcək. Deməli, bizim x elementimizin sıra nömrəsi 24'dür. Bir də deyir ki, ümumi elektronlar neçə faizini kütləşməmiş elektron. Və bunun sonu 3D5, 4S1'dir. Xromdur bu, elektron uçurumu var. Və biz bilirik ki, burada 5 dənə təki var. 1, 2, 3, 4, 5. Bir dənə də 4S-də var. Deməli, ümumi 24'dür. Bu 100%'dir. 6 təkimiz var. X faizdir. Buradan da X eləyəcək 25%. 24'də 6 cavabımız C variantı. Bizə verib S8 kristallik kükürt, A fosfor, P4, rabitə sayları AA, mol miqdarları X, Y. Deməli, burada S8'də bizim rabitə sayımız neçə olacaq? 8 ədəd olacaq.
Yəni 8x rabitə burada var. 6 rabitə P4-də var. Bu da olacaq 6y. Bizə də deyir ki, bunlar bir-birinə bərabərdir. Yəni 8x bərabərdir 6y və bizdən x bölü y-i soruşur. Yəni x bölünsün y bərabərdir 8 bölünsün 6, bu da eləyir ixtisar gedəndə 4 bölünsün 3. Cavabımız C variantı. X, Y və Z elementləri eyni əsas yarımqrupda yerləşir. Sonra deyir, elektron vermə qabiliyyəti X-da daha böyükdür. Məsələn, əsas yarımqrup kimi buradan mən çəksəm bu formada. Ayırsaq belə. Deyir ki, X-in elektron vermə qabiliyyəti Y-dan böyük. X-i deməli burada yazaq. Y-i burada yazaq. Z-in metallıq xası X və Y-dan güclüdür. Deməli, daha aşağıda olacaq. Radiusların azalma sırası. Deməli, yuxarıdan aşağı radius azalır. Z, yəni RZ böyükdür R X-dan, o da böyükdür R Y-dan. Cavabımız Y variantı. Deməli, eyni mol miqdarda götürülmüş azot və hidrogenin reaksiyasından eyni mol X biri tamamilə reaksiya dağılır. Reaksiya nəticəsində 0,6 mol amonyak alınıb. 0,6 mol amonyak alınıbsa, deməli 2-yə 0,6-dırsa 3 olacaq. 0,9, 0,3 dəfə çox. Bu da 0,3. Deməli, burada nə var? Biz deyirik ki, bərabər mol miqdarında götürəndə tam gedirsə reaksiya, biri tam sərf olunursa, böyük qədər olur. Deməli, hərəsindən 0,9 mol götürülmüş. Və hidrogendən artıq qalmır. Azotdan 0,6 mol artıq qalacaq. Deməli, bizə nə deyir? Artıq qalan azotun tamamilə, yəni azot artıq qalır. Reaksiya daxil olmuş neçə mol digər qazdan lazımdır. Buradan da görürük ki, bax, N2 və 3H2 1-in 3-ə reaksiyaya gedir. Deməli, bu 0,6 reaksiyaya getmək üçün 3 dəfə çox. 1,8 mol hidrogen lazımdır. Cavabımız C variantı. Deməli, Prettin yanma reaksiyası qrafikinə əsasən B-A bərabərdir 6 olarsa, A-nı müəyyən edin. Prettin yanma reaksiyası ferium S2 üstəgəl O2, dəmir 3 oksid və SO2 alınır. Əmsalları da 2 idi, 8 idi, 11 və 4. İndi burada AB alınan maddələrdir. Daha çox alınan kükürdür. B-miz SO2-dir. A-mızda alınan ferium 2O3-ün kütləsidir. İndi B çıxılsın A olarsa A-nı müəyyən edin Prettin yanma reaksiyasında. Deməli, bu reaksiyaya baxanda normalda 320 qram dəmir 2 sulfatdır. Bu 160'dır mR. Qabaqda da bir 2'miz var. Bu da 8 vurulsun 64. 64 SO2'dir. O da eləyib 512. Deməli, gəl baxaq. Normalda bizdə nəyi soruşur? A-nı, balacanı soruşur. Deməli, buradan 320 qram dəmir 2 sulfit alınanda bunlar arasında fərq, yəni B2A 512-dən 320 çıxacam. Deməli, 192 qram fərq eləyir. Bizdə fərq 6'dır deyir. Bunu soruşur X. Buradan X-a baxaq. X bərabərdir 192 aşağıya 6 vurulsun 320. Bu ixtisar gedir 32. Bu da eləyəcək 10. Cavabımız A variantı. 19-cu sual. X 26 3 müsbət ionunda sp_d elektronlarının sayını müəyyən edin. Bunu yazanda 1s2. Yəni buradan biz bilirik ki bunun neçə dənə elektronu var. Amma ən yaxşı qayda 26'ya görə yazmaqdır.
Bunun 23 elektronu var, amma 26'ya görə yazırıq. 3s2, 1s2, 2s2, 2p6, 3s2, 3p6, 3d6, 4s2. Bax, bu 3 elektronu sondan silirik. Yəni, bax, bu hissədən 2 buradan gedir, 1 də buradan. Deməli, bunun elektron fonu 1s2, 2s2, 2p6, 3s2, 3p6, bir də 3d5. S elektronların sayı burada var, 6 olacaq. 3 dənə. P'miz 12 olacaq, D'miz də 5 olacaq. 6, 12, 5. Cavab A variantı. 20-ci sual. 20-də baxırıq. Kütlələrə bax. 5/5, 7/5, XO, XO2. Bunların hərəsindən 1 mol götürsəm, nə qədər fərqimiz var? 1 oksigen fərqimiz var. Yəni, air oksigen. 16 qram fərqimiz var. Bizdə burada nə qədər fərqimiz var? Yəni, 7/5-dən 5/5 çıxanda 2 fərqə də hərəsindən A mol götürülüb. Yəni, götürülən mol sayı tapaq. Buradan A bərabərdir. Neçə eləyəcək? 2 bölünsün 16, o da bərabərdir 8-də 1. Deməli, bizdə 8-də 1 mol X-in nisbi atom kütləsi. Elə XO-ya baxa bilərik. Yəni, 8-də 1 molunun kütləsi 5/5-dirsə, 1 molunun kütləsi X-dir. Buradan X-i tapaq. 5/5-i 8-ə vurmalı oluruq. Bu da eləyəcək neçə? Bu da eləyəcək 44. Deməli, 44 qramdır. Söhbət XO-nun əmərindən gedir. Yəni, XO 44. 44-də 16 oksigenə düşürsə, avtomatik bura düşür 28. Deməli, cavabımız 28 C variantı. 2 dənə reaksiya verib və 2Z üstəgəl K 2L reaksiyasının istilik effektini soruşur bizdən. Birinci, bizim bu verilən reaksiyalarda Z sağ tərəfdədir. Bizdə tapacağımız solda. Deməli, birinci reaksiyanı biz çevirməliyik. Şərti olaraq Y üstəgəl 3Z alınır 2X. Çevirdiyimə görə A mənfidir, oldu müsbət A. Aşağıda yazıram 4X üstəgəl 3K 2Y üstəgəl 6L üstəgəl B kilojol. İndi bu tərəf-tərəfə toplayıb 3-cü tam reaksiyanı tapmaq olur. Burada X 4'tür, burada 2'dir. Hər tərəfi 2'yə vuracağım. 4, 6, 2, ki bu X'lar 4 olsun, Y'lar 2 olsun. Avtomatik A'mız da 2 olacaq. Tərəf-tərəfə toplayanda 4X'lar və Y'lar getdi. Qalan nədir? 6Z üstəgəl 3K alınıb 6L üstəgəl 2A üstəgəl B. Çünki Q'lar da toplanır burada. Deməli, biz burada hər tərəfi 3'ə ixtisar eləyə bilərik. 2Z K 2L üstəgəl 2A üstəgəl B. Biz bunu 2'yə bölmüşdük, 3'ə bölmüşdük, 3. 2A üstəgəl B bölü 3 cavabımız A variantı. 22-ci sual. 22-ci sualda burada birinci faizinin məsələsini həll edək. 3 fərqimiz var 75%. Normalda 100%-ə normal itkisiz nə qədər? X eləyir 4 qram. Deməli, normalda biz 4 qram fərq eləməlidir. Bizdə nə qədər fərq var? Məsələn, belə deyək də, sinkes bərk olaraq keçib sink oksidə. 32, 16. Yəni, bunun kütləsi belə deyək də, 97-dir ml, bu da 81. Bu da çıxanda fərq eləyəcək 16 qram. Yəni, qısacası 97 qram sink S götürəndə fərqimiz 16 qram olmalıdır.
Bizə tapmışıq 4 qram fərqə nə qədər olacaq? X olacaq. Buradan x da bərabərdir 24,25. Cavabımız A variantı. 23-cü sual. Hansı maddələrin molekulunda pi rabitə var? HH-dır. Burada yoxdur. Burada 3 qat var karbon-karbon arasında. NH3'də 3 dənə ayrı-ayrı tək hidrogendir. Sigmadır. 3 qat da azotda var. Oksigen 2 qatdır. Pi'miz var. Burada da C4 dənə sigmadır. Yəni yoxdur. Cavab olacaq 2, 4, 5. 2, 4, 5. B variantı. 24-cü sual. X su qarışığı emulsiya, Y su qarışığı suspenziya. Deməli, Y bərk haldadır. X-imiz maye haldadır. Bunun üçün vermiş ifadələrin düzgün olan Y su qarışığı süzməklə ayırmaq olar. Düzdür bu, çünki suspenziyadır. X mayedir. Bu səhvdir. Çünki üzr istəyirəm, X mayedir, düzdür. Burada var yazmışıq. Y bərkdir, bu da düzdür. Cavabımız 1, 2, 3 olacaq. Burada 3 əlavə eləyib D variantı götürək. 25-ci sual. 25 sualda maddələr verib ərimə temperaturları, qaynama temperaturu. Doğru variantı müəyyən elə deyir. A variantı 30 dərəcə Celsiusdə hər 3 maddə maye haldadır. Burada 30 düşür ortaya. Biz bilirik ki, ərimə və qaynama temperaturu arasındakı maddələr maye haldadır. 45-30 bura düşür. -15 30-da belə A variantı yəqin ki olacaq. Cavabımız -1-də hər 3 maddə bərk haldadır. -10-da. -10 burada bura düşür. Burada amma ortaya düşür -10. Deməli olmur. 80 dərəcə hər 3 maddə qaz halındadır. Bu bərk mayedir. 80 ortaya aiddir. Bu pozur qaydanı qalanlarda. Bu da qaydanın pozur tarazlıq məsələsi var. 15 dərəcə Celsiusdə X bərk haldadır. 15'də X ortaya düşür mayedir. 0 dərəcədə Y maye haldadır. 0 dərəcədə Y bərkdir. Çünki 0 bu tərəfə düşür olmayacaq. Maddələrin istilik udulması nəticəsində temperaturun dəyişmə qrafiki verilmişdir. Uyğunluğu müəyyən eləyin. A-nı qaynama temperaturu götürsək, maddə qaynama temperaturuna qədər bərk qaynama, üzr istəyirəm, maye halda olur. Qaynayandan sonra da qaz halında olur. Bu düzdür. Ərimə temperaturu əriyənə qədər X tərəfi bərk olur. Əriyəndən sonra artıq mayeye keçir. Bu da düzdür. Qaynama, ərimə bunlar qaz maye olmayacaq. Səhvdir cavab 1-2 A variantı. 27-ci sual. X, Y elementinə ardıcıl sıra nömrəsinə Z və Y elementinə 3 vahid böyük sıra nömrəsinə malikdir. X ilə Y ardıcıldır. Z isə Y elementindən 3 vahid böyükdür deyir. Z elementi davamlı birləşmələrdə X elementi -1'dir. İndi hər ehtimal biz 2 dənə dövr çəkək burada. Və 8 qrupa bölək. Belə formada çəksək. 1, 2, 3, 4, 5. 1, 2, 3, 4, 5, 6, 7, 8. Deməli ardıcıldır. X və Y-də -1'dir. -1 bilirik 7 A'lardadır. Deməli Y buradadırsa X buradadır, üzr istəyirəm. Burada biz X'i yazsaq, X buradadır. Ardıcıl olduğuna görə Y-i buraya yazsaq, Z və Y elementinə 3 vahid böyük. Deməli bunun sağı 3 vahid böyük gəlib Z düşəcək bura. 3 vahid böyük. Deməli birinci qrup 2, 3, 4, 5, 6, 7, bu da 8. Deyir, Z isə müsbət 3 oksijləşmə dərəcəsində mavi. Bəli, 3 A'larda müsbət 3'dür. Buna əsasən doğru olmayan ifadə. X qeyri-metal, Z isə metaldır. Düzdür, 3 A'larda burada metal götürsək, bu da qeyri-metal. Bu doğrudur. Y elementi, X elementi Y ilə iyon rabitəli birləşmə mələkdir. Y burada 8 təsisiz qazdır. Yəni bu birləşməsi yoxdur bunların. Ona görə cavabımız burada B olacaq. Doğru olmayan. Qalanlar yəqin ki düz olacaq. Y nəcib qazdır deyir. Bəli.
Z element 3-cü qrup əsas yarım qrupunda yerləşir. Düzdür. X və Y eyni dövrdə yerləşir. Bu da düzdür. Z elementi X və Z, ZX3 olar yəqin ki, doğru. Birləşməsi əmələ gətirir. Formada yazsaq daha doğru olar. Cavabımız B variantı. Bizə verib azot və hidrogenin reaksiyasını 2NH3 başlanğıc azotda 6 verib, hidrogende 4 verib. 1 litrlik qabda deyib, molyar kütləsi 22 olarsa deyib, qaz qarışımı tarazlıq anında taraz zabitini tap. Burada mən bunu X sərf olunan nə qədər? Bu olacaq 3x, bu da olacaq 2x. Deməli, sonda nə qalacaq? Bunlar sərf olunanlardır. Çünki bilmirəm nə qədər sərf olunub. 6 çıxılsın x, buradan 4 çıxılsın 3x, buradan da 2x sona qalacaq. İndi burada biz orta molyar kütləsini tapmalıyıq. Buradan sonda qalan mol sayı budur. Azotda budur, hidrogende bu, amonyakda bu. Deməli, 6 çıxılsın x vurulsun 28 azotun kütləsi. Orta molyar kütləni hesablayırıq. Hidrogen 2'dir. 2 vurulsun 4 çıxılsın 3x. Üstə gəl. Bu da 2x vurulsun 17. Bölünsün. Ümumi həcm 6 çıxılsın x üstə gəl. 4 çıxılsın 3x üstə gəl. 2x bərabərdir 22. Deməli, burada yuxarını tənlikləri islah eləsək 6 vurulsun 28. Eləcə 176. Buradan çıxılsın 28x buradan 6x da buradan mənfi 34 burada da 34 176 qaldı. Aşağıda olacaq 10 çıxılsın 2x bərabərdir 22'ye. Buradan da 176 bərabərdir 220 çıxılsın 44x. Buradan da 44x bərabərdir 44. X da bərabərdir 1. Deməli, bizdə tarazı sabitini soruşur. Yenidən yazaq. Azot 3H2 2NH3 tarazlıqları yazacağım. X'i mən tapmışam 1. Burada elədir 5. Buradan 4 çıxılsın 3x yəni 1. Burada da 2x 2. Buradan da KT bərabərdir NH3'ün kvadratı N2 vurulsun H2'nin kubu. O da bərabərdir 2'nin kvadratı 5 vurulsun 1'in kubu. O da eləyir 0,8. Cavabımız Y. Bu bizə verib kalium hidroksid məhlulu. Demək ki, burada yəqin ki, suda məhlulu məsələsi var. Suda məhlulu məsələsi var burada. Deməli, biz nə edəcəyik? Bizdə var kalium hidroksid, bir də bizdə var H2O. Bu olsun X mol, bu da olsun Y mol. Qeyri-metal atomların sayı, metal atomların sayı. Deməli, burada metal atomun sayı, metal olacaq X. Çünki bir dənə kaliumumuz var burada. Qeyri-metal atomların sayı olacaq bizdə. Deməli, 2x burada var. Bir dənə oksigen, bir dənə hidrogen vurdum 2'ye. Burada da 3y. Bunların da biri 26 indi. Yəni, bu n'ə bərabərdir. Bu da 26 n'ə bərabərdir. Deməli, buradan n'i yerinə qoyanda, n'i yerinə x olanda olur 26x bərabərdir 2x üstə gəl 3y. Buradan 3y bərabərdir 24 x-a, y də bərabərdir 8x-a. Deməli, bizdə şərti olaraq kalium hidroksid x mol götürsəm, suyu da 8x götürsəm. Buradan da kütlə payını soruşur. Omega bərabərdir. Bunun kütləsi olacaq. Neçə olacaq? Burada 56 vurulsun x 56x'dir.
emeri dəmirin bölünsün 56x üstə gəl 8 vur 18 144x vurulsun 100. Buradan da neçə eləyəcək? Əl boyu 228%. Cavabımız B variantı. 30-cu sual. A fosfor molekulunda rabitənin yaranmasına iştirak etməyən elektronların sayı rabitənin yaranmasında iştirak edən elektronların neçə dəfə çoxdur deyir. A fosfor normalda bu formadaydı quruluşu. Bu formada. Deməli burada 6 rabitə var. Deməli rabitələrdə bunun 12 elektronu var. Ümumi elektron fosfor 15'dir. Vurdum 4'ə. Çünki söhbət P4'dən gedir. Ümumidə də 60'dır. Deməli 60 elektrondur. Deməli bizdə 12 elektron iştirak eləyib 48 elektron iştirak eləməyib 60'dan çıxanda. Neçə dəfə çoxdur deyir. 48 bölünsün 12 bu deyici 4 dəfə çoxdur. Cavabımız A variantı. Deməli, birinci sualda reaksiyanın tənliyi verib və sürətin dəyişməsini soruşur. Burada kinetik tənliyə baxsaq, K vurulsun, N2 vurulsun, H2'nin kubu. Deməli, burada həcmi V-dən 3V-yə gəl. 3 dəfə artıbsa, təzyiq 3 dəfə azalacaq. 3'də 1 vurulsun, 3'də 1'in kubu. O da eləyəcək 3'də 1 vurulsun 27'də 1. Bu deyəcək 81'də 1. Yəni 81 dəfə azalacaq. Cavabımız Y variantı. Hansı sxem üzrə reaksiya mümkün deyildi? Burada 3s2-3p4'dür. Kükürtü 3s2-3p6 2 elektron ala bilər. Yəni 6 A'dır 8'ə ola bilər. 2s2-2p6 məsələn magnezyumdur 12'dir. 2 dənə elektronunu verə bilər. Burada 2s2p4'dür və 2s4 elektronu vermə məsələsi var və oksigendir bu. Bu da müsbət 4 olmalıdır. Belə bir şey yoxdur, yəni birləşmə praktikada. Bu ola bilər, bir dənə elektronunu verə bilər. Bu 4 dənə elektronlu kükürt verə bilər. Yəni burada müsbət 4'dür kükürt üçün. Bu müsbət 1'dir, məsələn kalium üçün. Bu müsbət 2'dir, məsələn magnezyum üçün. Bu mənfi 2'dir kükürt üçün ola bilər. Magnezyum müsbət 5 ionunda S elektronları iondakı ümumi elektronları neçə faizini təşkil eləyir? Burada manqan 25'dir və müsbət 5 deyir. Burada ümumi elektronlar S elektronları yazsaq 1s2, 2s2, p6, 3s2, 3p6, 3d5, 4s2'dir. Mən ümumi yazdım 25'ə görə. Bu 20 elektronu varsa gəlin baxaq. Burada belə bir məsələ var. Biz həmişə bunu sondan silək ki, çünki 20'yə görə yazsaq düz olmayacaq. 2 buradan getdi. 5 dənədir də 3'ü qalır. Buradan da 3d5 qalır. Demək, ümumi elektron burada 20'dir. 20 elektron bu 100% deməkdir. S'lər 2, bu da burada var. 6 dənədir. 1s2, 2s2 də 2 dənə, bir də 3s2'dir. 6 dənəsi də x-dir. X da buradan 30%. Cavabımız C variantı. 25 litr oksigeni müəyyən səs ozona çevirdikdən sonra alınan qaz qarışığının həcmi 19 litr oldu deyə oksigenin neçə faizi ozona çevrilib? Gəlin baxaq. 34-cü sualımızdır bizim. Deməli belə. Oksigen keçib ozona O3'ə 3 və 2. Bunu götürdüm 25 litr. Nə qədər sərf olunduğunu bilmirəm. Əmsal nisbətində 3x, 2x yazsam. Burada qalır 25 çıxılsın 3x. Burada da qalır 2x. Cəmi də deyir 19'dur. Bunları toplayaq.
25 çıxılsın 3x üstə gəl 2x bərabərdir 19. Buradan da x bərabərdir 6. Bizə nə deyir? Oksidin neçə faizi ozona çevrilib. Deməli, gəl x-ə 6 tapmışam. 25 ümumidir 100%dir. 3x sərf olunub. 6x-dir. Yəni 18-ə də x-dir. X də bərabərdir. Necə olacaq buradan? 25, 18 vur 100. O da bərabərdir. Bu 4, 18 vurulsun 4, 72%. Cavabımız D variantı. 35-ci sual. Fəzada həndəsi forması üçbucaq şəklində olan maddələri seçin. Üçbucaq şəklində olan sp2 hibrid vəziyyətindədir və valent bucağı 120 dərəcə olanlardır. Suda tetraedirdir, səhvdir. Bor H3, bəli, üçbucaq quruluşludur. Çünki bor 3 dənə hidrogeni simmetrik paylanır və burada üçbucaq quruluşlu olacaq. Amoniyakda tetraedirdə sp3-dür. Alüminium xlorüç də eyni bor H3 kimi bu formada üçbucaq formasındadır. Seçə bilərik. CH4-də də sp3-dür. Yəni bu tetraeder quruluşundadır. Olmayacaq. Cavab 2 ilə 4 olacaq. D variantı. 36-cı sual. Doğru fikirləri seçindir. Berilyum xlor2 xətti quruluşlu molekuldur. Bəli, sp hibrid vəziyyətindədir və xətti quruluşludur. 180 dərəcədir. Bu düzdür. Karbon qazı xətti quruluşlu molekuldur. Burada da karbon qazının quruluş formulu belədir. Burada da 180 dərəcədir. Xətti quruluşludur. Bu da düzdür. SO2 polyar molekuldur və SO2-ni yazsaq, bax bu formada valent elektronları tam sərf olunmayıb. Simmetriya yoxdur. Polyarlıq var burada. Bu da düzdür. SO3 polyar molekul deyil. Çünki SO3-də valent elektronları tam şəkildə bax gördüyünüz kimi paylanıb. Ona görə polyar yox, qeyri-polyar molekuldur. Bor H3 də bərabər paylanıb molekulları tam sərf eləyib. Sonuncu təbəqədəki elektronları burada qütbləşmə yoxdur, polyarlıq yoxdur. Bu da səhvdir. Cavabımız B variantı 1, 2, 3. 37-ci sual. 37-ci sualda yandırılan piritin kütləsi 25 qram, sərf olunan oksigenin kütləsi 11 qram, sonda qalan bərk-qalığın kütləsini soruşur. Biz piritin yanma reaksiyasını yazaq. O2 alınıb dəmir 3 oksid və kükürt 4 oksid. Əmsallaşdıranda bunun əmsalları 11 burada idi, 2 burada, 4 burada, 8 də burada. Çox istifadə olunan reaksiyadır. Deməli, götürülən 25 qram götürülür və sərf olunan oksigen kütləsi 11 qramdır. Belə deyək də 11 qram sərf olunub. Bundan nə qədər sərf olunub? X bilmirəm. 11 vurulsun 32 qram buradadır. 4 vurulsun 120 buradadır. Yəni 480 qram da budur. Buradan X-i tapaq. X bərabərdir. 11 vurulsun 32. 480 vurulsun 11. Bunlar ixtisar getdi. 480 32-yə böləndə edir 15 qram. Deməli burada və biz alınan bərk qalıq burada piriti idi. Və alınanlar içərisində dəmir 3 oksiddir. Biz alınan dəmir 3 oksidi də tapaq. Normalda bura baxanda, məsələn, 480 qram pirit reaksiyaya girəndə dəmir 3 oksidin MR-i 160-dır. Vurdum 2 oldu 320. Bizdə reaksiyaya girən pirit 15 qramdır. 15 qrama da X-dir. Buradan X-i tapmaq lazımdır. X nə qədər eləyəcək? Buradan X eləyəcək 10 qram. Deməli, bərk qalıq nədir? 25 qram pirit var idi. Onun 15-i sərf olundu. Qaldı 10 qram. Sonra 10 qram pirit var bizdə. Və 10 qram da dəmir 3 oksid alınıb. 10 qram pirit, 10 qram da dəmir 3 oksid oldu eləyəcək 20 qram. Cavabımız C variantı. 38-ci sual. Amoniyak və azotdan ibarət 1 mol qaz qarşı tam yanmasına 6,72 litr oksigen qazı sərf olunub. İlkin qarşıda azotun
mol payını tapın deyir. Biz bilirik burada azot yanmır. Yanan amonyakdır və saf oksigende yanır. Azot və su alınır. Burada yanma reaksiyonu necədir? Azot yanmır. Özünü yazıram. Su, hidrogen də yananda su. Əmsallaşdıranda burada 4 mol, 2 mol, buradan 6 mol, 3 mol da oksigenə düşür. Deməli nə qədər? 6 tam %72 litr oksigen sərf olunur. Bu neçə moldur? X mol. Deməli bu 67,2 litrdir normalda. Bu da 4 moldur. Buradan da 10 dəfə az x bərabər 0,4 mol. Deməli məndə olan amonyak və azot ümumi mol miqdarı 1 moldur. Çətdə verib. Bunun 0,4 molu amonyaksa 0,6 molu da azotdur. Bizdən nə soruşur? İlkin qarşısı azotun mol payını. Fi azot da bərabərdir. Azotlu tapdım 0,6 bölürəm ümumi 1-ə. Vururam 100'ə. Bu da eləyəcək 60%. Cavabımız C variantı. 39-cu sual bizə karbon monoksidin oksigende yanma reaksiyasını verib. Əmsallaşdıraq və reaksiyanın istilik effektivi 570. Və bizə deyir 285 kilojol ayrılıb deyir. Görək bu necə olacaq? Burada hərəsindən A mol verib. Artıq qalan qazın həcmini soruşur. Burada belə bir şey var. Bundan A mol verib. Bundan da A mol verib. Litr verib üzr istəyirəm. Və 285 kilojol istilik ayrılıb. 285 kilojol istilik ayrılıb 570'in yarısıdır da. Deməli buradan alınan karbon qazı 1 olacaq. Reaksiyaya girən oksigen 0,5 olacaq. Mol olaraq deyirik bunu biz. Burada da olacaq 1. 2, 1, 2. Və biz bilirik ki, eyni qədər götürəndə böyük qədər götürürük. 1. Və buradan da görünür ki, oksigen dəm qazı 1 mol götürülsə, 1 mol artıq qalmayacaq. Oksigen də 1 mol 0,5 reaksiyaya girib 0,5 mol artıq qalacaq. 0,5 mol artıq bizdən də artıq qalan qazın həcmini soruşur. Burada 0,5 molla tapdım. 0,5'i də vuracağım 2,4'ə 11,2 litr. Yəni cavabımız B variantı. 40-cı sual. 40-cı sualda bizə nə verib? İyon verib. Sink 32 müsbət. Burada S elektronların sayı, P elektronların sayı, Y bölü X nisbətini soruşur. Deməli, mən 30'a görə iyonlarda protona görə yazıb sonra sondan çıxmaq daha məsləhətlidir. 1S, 2, 2S, 2, 2P, 6, 3S, 2, 3P6, 3D10, 4S, 2. İndi burada müsbət 2 isə 28 var. Bu 2'ni silirik sondan. Deməli, bunun sonu bura qədər olacaq. Sonuncu təbəqəni verib. Yəni, elektron dolmacı ilə elektron vermə eyni şey deyil. Deməli, bizdən nə soruşur? S elektron. S'lərə baxaq. Burada 2, burada bu var. Başqa yoxdur. 3, 2, 2, 6 dənə S var. Və P'lərə baxsaq görərik ki, P'lərimiz də burada 6, 6, 12'dir. Y 12'dir, X də 6'dır. Bizdən də nə soruşur? Y bölü X'i soruşur. 12 bölü 6 bərabərdir 2'yə. Cavabımız Y variantı.